9-11-ci əsrdə Azərbaycan mədəniyyəti. Ümumiyyətlə, əm, 9-11-ci əsrdə artıq burada dil olaraq ərəb dilindən istifadə olunurdu. Çünki ərəb xilafətinin gəlişi ilə artıq ərəb dili burada kök salmışdı. Bir növ xalq yazıda ərəb dilindən istifadə edirdi. Həmçinin yazarlar özləri də öz əsərlərini ərəb dilində yazırdılar. 9-11-ci əsrin əsas memarlıq abidələri Naxçıvanda Əlincə qalası 9-cu əsr, Şamaxının Sündü kəndində tikilmiş günbəzli məscid 920-ci il, Araz çayı üzərində salınmış Xudafərin körpüsü 1027 Fəzli bin Məhəmmədin dövrü və lirikdə Oğlanqala 11-ci əsrə aiddir. Kitab Dədə Qorqud dastanından bundan əvvəl danışmışdıq ki, türklərin tarixindən bəhs edir və 7-9-cu əsrlərdə dildən dilə ötərək yayılmışdı. Burada daha çox Azərbaycan bölgələrinin türklərdən, Oğuz türklərindən ibarət olduğunu göstərir. Həmçinin burada geniş ərazidə yaşayan bu türklərin vahid dildə, türk dilində danışdığını sübut edir. Bayaq qeyd elədim ki, dil ərəb dili idi. Yazıda dil ərəb dili idi. Yəni yazını ərəb dilində yazırdılar, amma danışıq dili burada türk dili idi. Hətta Oğuzların burada məskunlaşmasından bəhs eləmişdik 11-ci əsrin 20-ci və 30-cu illərində. Bu Oğuzların gəlişi də dilin inkişafına çox böyük töhfə vermişdi. Xalçaçılıq. Ümumiyyətlə Azərbaycanda biz Sasanilər dövründə də demişdik ki, xalçaçılıq orta əsrlərdən çox yüksək inkişaf etmişdi. Bu dövrdə də Azərbaycan xalçaçılıqda öndə gedirdi və 10-cu əsrə aid olan Hüdud Əl-Aləm adlı müəllifi naməlum olan mənbədə qeyd edilir ki, Azərbaycanın Mərənd, Gəncə, Şəmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatlar istehsal edilir. Həmçinin Naxçıvan, Xoymuğan, Salmas, Ərdəbildə toxunan xalça və palazlar da çox böyük şöhrət qazanmışdı. Bu onu göstərir ki, Azərbaycanın müxtəlif bölgələrində xalçaçılıq çox yaxşı inkişaf etmişdi. Həmçinin Əl-Məsudi qeyd edir ki, Mərəddə, Təbrizdə və Ərdəbildə məxfur adlı xalçalar istehsal edilir. Ümumiyyətlə bilirik ki, 7-ci əsrdə Azərbaycan ərazisinin ərəblərin, ərəb xilafətinin tərkibinə daxil olmasından sonra artıq Azərbaycanda İslam dini yayılmağa başladı və İslam mədəniyyəti Azərbaycan xalqının formalaşmasını başa çatdırdı. İşte ki, Azərbaycan xalqının təşəkkülü Atropatena Albaniya dövlətlərinin yaranması ilə başlayır və ərəb xilafətinin gəlişi ilə, yəni 7-ci əsrdə başa çatır. Xalqın təşəkkülü xalqın inkişaf etməsi deməkdir. Yəni xalq yaranması. Bəs bu xalqın təşəkkül etməsi üçün hansı amillər lazımdır? 4 əsas amil: ərazi birliyi, dil birliyi, vahid mədəniyyət və məhəlli iqtisadi əlaqələrin mövcud olması. Baxın, ərazi birliyi, yəni xalq eyni ərazidə yaşamalıdır. Ərəb xilafətinin gəlişindən sonra bütün Azərbaycan Ərəb xilafətinin tərkibinə daxil oldu. Bu oldu ərazi birliyi. Dil birliyi, deməli, Azərbaycanda ümumi dil türk dili idi. Türk dili bu dövrdə inkişaf etməkdə idi. Bu dil birliyi. Vahid mədəniyyət. Eyni ərazidə, eyni bir dövlətin tərkibində olan xalqın mütləq ki, mədəniyyəti də bütövləşir. Vahid mədəniyyət də var. Məhəlli iqtisadi əlaqələrin olması. Biz qeyd etmişdik ki, vahid bir dövlətin tərkibində olmaq orada xalqın bir-biri ilə iqtisadi, mədəni əlaqələrinin olması deməkdir. Bu əlaqələrin olması da xalqın təşəkkül etməsi üçün çox başlıca amillərdən biridir. Ümumiyyətlə xalqın təşəkkül etməsi, xalqın qaynayıb qarışması, xalqın bir-birinə bir növ yaxın olması deməkdir.